Ermənistanda Azərbaycanlıların kompakt yaşadığı sonuncu yaşayış məntəqəsi olan Nüvədi kəndinin sakinləri 1991-ci il avqustun 8-nədək ermənilərin hücumlarına davam gətirə bilirdilər. Bundan sonra heç bir yerdən kömək almayan soydaşlarımız məcburi şəkildə doğma torpaqlarından deportasiya olundular. 30 ildir haqları və hüquqları pozulan nüvədillər doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Qayıdışla bağlı onlar beynəlxalq təşkilatlara çağırış da ediblər. Nüvədi harayı pozulmuş hüquqlarının bərpası adlı beynəlxalq elmi praktik video konferansda da qeyd olunub ki, indiyə də qəbul edilən bütün beynəlxalq sənədlərdə də onların doğma yurdlarına qayıtmaq hüququ tanınır. 1991-ci ilin avqustunda Qərbi Zəngəzurda Azərbaycanlıların kompakt yaşadığı sonuncu yaşayış məntəqəsi olan Nüvədi kəndinin sakinləri doğma torpaqlarına məcburi deportasiya olundular. Bu hadisə erməni şovinistlərinin Azərbaycanlıların əzəli torpaqları olan Qərbi Zəngəzurdan tam deportasiya edilməsi siyasətinin kulminasiya nöqtəsi oldu. O zaman Nüvədilər Şərqi Zəngəzurun, Zəngilanın Vecnəli kəndinə sığındılar. Bu hadisədən 30 il keçib və indi Nüvədilərin ən böyük arzusu doğulub boya başa çatdıqları Qərbi Zəngəzura qayıtmaqdır. 1991-ci ilədək bir nəfər erməninin yaşamadığı Nüvədi kəndi 1929-cu ilədək inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabi olub. 1929-cu ildə kəndin əhalisinin heç bir razılığı alınmadan qədim, zəngin tarixə malik Nüvədi qanunsuz şəkildə Azərbaycan SSR-nin Cəbrayıl qəzasına alınaraq Ermənistan qəzasının inzibati idarə etməsinə verilib. 1988-ci ilin fevralında Ermənistandan Azərbaycanlıların son deportasiyasına başlanan zaman Nüvədilər o vaxtki Azərbaycan və SSR-nin rəhbərliyi qarşısında bu qanunsuz fərmanın ləğv edilməsi ilə bağlı müraciətləri etsə də qanuni tələblərinə nail ola bilməyiblər. 30 ildən sonra kənd sakinləri yenidən beynəlxalq qurumlara və dünya ictimaiyyətinə müraciət edərək pozulmuş hüquqların bərpası üçün dəstək istəyirlər. Onlar Azərbaycan xalqının multikultural və tolerant adət-ənənələrindən çıxış edərək dinc erməni xalqı ilə birgə yaşayışa hazır olduqlarını bildiriblər. Nüvədi harayı pozulmuş hüquqların bərpası beynəlxalq elmi praktik video konferansda çıxış edən professor Əmir Əliyev, akademik Fikrət Əliyev və digərləri bildirdilər ki, onların doğma torpaqlarına qayıtmaq haqqını bütün beynəlxalq insan hüquqları sənədləri tanıyır və tam təsdiqləyir. Qeyd olundu ki, zəngin təbiəti, müalicəvi mineral suları, füsunkar mənzərəsi olan Nüvədi bugün xarabalığa çevrilib. Azərbaycanlıların öz əməyi ilə qazanıb qurduğu əmlakları həmin zaman kənddə qalıb və ermənilər tərəfindən mənimsənilib. Bugün Nüvədidəki tarixi, dini, memarlıq və mədəniyyət abidələrinin məhvi də bilavasitə mədəni soyqırımı siyasətinin tərkib hissəsidir. Hazırda kəndin tarixi abidələri, qəbristanlıqları vəhşicəsinə dağıdılıb və bu siyasət davam edir. Konferans iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayaraq bildiriblər ki, onlar dövlət başçısının insanların sülh hüququnun təmin edilməsi çağırışına uyğun olaraq dinc yanaşı yaşamaq prinsipi ilə doğma yurdlarına qayıtmaq istəyirlər. Qeyd olunub ki, bugün Azərbaycanda 100 minə yaxın erməni yaşadığı halda Ermənistanda bir nəfər də Azərbaycanlının yaşamaması haqqın, ədalətin pozulmasıdır. Kənd sakinlərinin doğma yurdlarına qayıtması yeni nəqliyyat kommunikasiyaların bərpasında və təhlükəsinin təminatı məsələsində də əhəmiyyətli olacaq. Südabə Cangirli xəbərlər.